Bu gece yuxu gördüm. Bu gece yuxu gördüm. Gördüm çörək dadı kimi tanış bir otaq. Tavandan nənni asılıb. Nənnidə bir uşaq. Nənnidəki uşaq mən idim. Lay lay səsi gəlirdi. Ağ əlinin dırnaqları qan qırmızı bir qadın yelləyirdi nənnimi. Nə anama oxşarı vardı, nə xatırladırdı nənəmi. Anamın saçları qaraydı, bununcu yox. Nənəmin gözləri alaydı, bununcu yox. Anamın başında kəlağayı olardı, bununcunda yoxdu. Nənəmin nəfəsi həmişə isti olardı, bununcu soyuqdu. Mənə lay lay çalırdı qadın. Aydın eşitsəm də laylanın səsini duya bilmirdim, ahəngini, bəstəsini. Birdən anamı gördüm. Qucaqlayıb dizlərinə oturmuşdu. Əlləri qara, arıq. Əllərinin göy damarları əyri-üyrü, çubuq-çubuq. Qışqırdım. Ana bu necə layladır, bu nədir? Qulaqlarımı didir, qəlbimi göynədir. Nə bəstəsi doğmadı mənə, nə tanışdı sözləri. Anam dinmədi. Baxdım, sakit göz yaşları süzülürdü yanaqlarından. Elə bil soruşurdu. Oğul, hanı mənim laylam? Hanı? Səsim gəldikcə qışqırdım, ana. Ana, yox unutmamışam sənin laylanı. Hələ də çırpınır qəlbim. Neçə vaxtı mən yuxudan aylanı. Düşünürəm, bu nə həyəcan, bu nə qorxudur. Bu ki yuxudur. Öz-özümə deyirəm. Anamın laylası olmasa, təəssüf etməzdim. Yatıb bir də yuxudan aylası olmasam. Bir də yuxudan aylası olmasam.